hər il kompot mütləq edirəm. Digər məhsullardan heç nə eləmirəm. Pomidordur, mürəbbədir, bunların heç birini eləmirəm. Amma kompotu mütləq edirəm, çünki mənim balaca oğlum çox sevir. Həmişə 3 kiloluq da edirdim. Bunları da gördüm təzədir, bunları ilə istifadə elədikcə qoymuşam ora, aldıqca. Dedim, həm də istifadə olunmayıb, bunları da kompot bağlayıram. Mənim qaynanam həmişə bunlara bağlayırdı, çox da qəşəng çıxırdı. İndi bir hissəsini eləyəcəm, gələn həftə sonu da bir hissəsini eləyərəm. Bugün bazar günü istirahət eləyəcəm. Hay. Hər istirahət eləyirik ya biz. Gedirik Fasmaya, gedək qəşəng meyvə falan alaq. Oğlumla bərabər gedirik ki, mənə kömək eləsin. Bu günlərim kompotları bağlayım, əldən çıxsın. Şaftallar belədir. Artıq bazarda şaftallar belədir. O əvvəlki çünki şaftallardan yoxdur. Gel kaytar eşkimi, o solun bir çiçektir. Ver benim eşkimi, o sana hiç gerektir. Gel kaytar eşkimi. Getdim meyvəni aldım, gəldim. Demək gavalığı, göyəm, şaftalığı, çeyrək. Çeyrəyi vurmayacağım. Çünki keçən çeyrəyin elədim, banklar hamısı atdı. Deyəsən çeyrəyin qazı olur, ya qışqıra bilmirəm. Amma bir şey deyim, getdim, gəldim, yoruldum, ya həvəsinə düşdüm. Amma məcburam almışam, bağlamalıyım bunları. Öncə yuyaq. Kavallı elə qışıq belə aromalıdır. Çox qəşəngdir. Demək mən kavalını belə bıçaqla belə şey deyirəm ki, aroması çıxsın. Yəni bütün batmıram. Belən içinə. Fındığın da içi doludur, amma dadı yoxdur dadı. Heç bir dad ala bilmirsən. Suyu qaynayana qədər mən özümə bir çay süzləyəm. Gəlin qəşəng kinoya baxam. İncəliyim. Dünən kinoya baxırdım, yuxu tutdu, mən axıra qədər baxa bilmədim. İndi onun tamamına baxacağım. Hazırdır, nəhayət qutardı. Baxın. Şaftalıdır, gavalıdır, bir də göyəm. Üçünü qarışığı eləmişəm. Bunların belə üstünü örtdüm, səhərə qədər belə qalsın, sabahlarım yığacam yerinə. Bilmirəm niyə belədir, yəni qaynanam belə eləyir, dediyəndən sonra üstünü belə örtürdü, deyəsən onda dəmə düşür. Nə olur bilmirəm, mən də belə örtürəm.